Deməli, birinci kursda təhsil aldığım müddətdə bir müəllimlə tanış oldum. Bu müəllim bizə dərs keçməyə başlayır. Amma bu dərs paraleldə də mən həm müəllimin keçdiyi fənni öyrənməliyəm və paraleldə də müəllimin dilini tapmalıyam. Python proqramlaşdırma dilini müəllim o qədər maraqlı keçirdi ki, mən dedim şapaz, bunu sən yoxlaya bilərsən. Başladım özümü inkişaf elətdirməyə və nəticədə gördüm machine learning deyə bir sahə var və bu təzə yaranmağa başlayır. Və mən başladım bunu axtarmağa və gördüm burada da Python istifadə olunur. Paraleldə də həmçinin matematika bundan istifadə olunur. Dedim şapaz, sən matematikada da kifayət qədər backgroundun var və həmçinin də Pythonda keçmisiniz universitetdə. Və sən beləliklə deməli machine learning-ə başlaya bilərsən. Və sonradan machine learning-lə davamlı özümü inkişaf etdirməyə çalışanda LinkedIn-də Technest haqqında postlar gördüm. Kursun tədris etdiyi fənnin adı məni cəlb elədi. Bu Data Science with Python. Burada həm Python var, həm Data Science. Data Science-ın içində machine learning olduğuna görə mən avtomatik bura müraciət etməli idim. Müraciət etdim, qəbul oldum. Yekun proyektdə mən 98% nəticə göstərdim. Vüsal müəllim məndən CV-mi istədi və mən buna çox şadam. Həmçinin bundan sonraki mərhələdə artıq mən Kapital Bankda təcrübəçi olaraq fəaliyyətə başladım. Və əgər siz də öz ixtisasınızı Data Science-a doğru dəyişmək və yaxud da bu sahədə qurmaq istəyirsinizsə, Data Science with Python təlimi sizin üçün ən doğru seçim olacaq.